Bakıda Chelsea-ni qəbul eləyəcək. O oyuna yəqin ki, belə böyük ümid bəslənilmir. Çünki söhbət Chelsea-dən gedir. Yəni 1 milyard avroluq heyətə sahibdir komanda və həqiqətən gənclərdən ibarət heyət formalaşdırılıb. Nə düşünürsünüz? Chelsea ilə hər hansı bir şans varmı yəni? Komanda formalaşdırıb Mareskanın dönəmində çox yaxşı komanda və belə baxanda heyətində məsələn Real, Barcelona və digər nəhənglər kimi ulduzlar yoxdur, amma əsasən gənclərdən perspektiv vəd edən futbolçunun çox yaxşı komanda formalaşır və keçən mövsümün əsas fırtınası kim oldu? PSG. Unutmayaq ki, bu komandanı finalda klublararası dünya çempionatı hansı ki yayda Amerika Birləşmiş Ştatlarında keçirdi, did çökdürdü. 3-0 hesabı ilə qələbə qazandır. Yəni Chelsea bu dəqiqə turnirin əsas favoritlərindən biridir və yenə də qayıdıram 8 il əvvəl istər-istəməz, çünki o vaxt da biz Chelsea ilə qarşılaşdıq və o vaxt bizim üçün uğursuz bir sınaq olmuşdu. Bizim Çempionlar Liqasında debütümüz məhz Londonda Stamford Bridge-də olmuşdu. 0-6 hesablı məğlubiyyət və Bakıda Bakı Olimpiyasında 0-4 hesablı məğlubiyyətdir. Mən düşünürəm ki, həmin Chelsea daha güclüydü. Amma indiki məqamda səmimi olsaq, yəni yenə deyirəm, turnirdən əvvəl Liverpool, Chelsea, Napoli bu komandalar oyunda biz xal qazansaq, yəni heç belə bizim üçün qələbəyə bərabər nəticədir. Yenə də o Məncə də. Çünki ardından Napoli səfəri təklif silahlar bulmaqdılardı.